Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Şənbə söhbətləri verilişində xoş gördük sizi əziz dinləyicilər. Dostluq bağı, bu bağın unudulmazlığı məni daim düşündürüb. Ən çox da ədəbi mühitdə, qısa müddət yaşasa da yalnız sözü ilə yaddaşlardan silinməyən insanların dostluğu illər keçdikcə daha da dəyərli görünür. Ən sonuncu dost dünyadan köçəndə belə bu dostluq hələ də yaşayır. Bugün Azərbaycan ədəbiyyatının 90-cı illərin sonu, 2000-ci illərin əvvəlinin parlaq nümayəndəsi, gözəl şair, unudulmaz şair Fərhad Metədən danışacağıq. Fərhad Metə həyatını 33 yaşında itirdi. Amma onun şeirləri və dostları özündən sonra qalıb Fərhad Metədən çox danışdılar. Qağayılar, sizə gəldim, alın məni cərgənizə, yanınızda yer göstərin, söykənim sərt qayalara, səndimə həsrətim varmış ağzı köpüklü dənizə, indi tullanmağım gəlir adam boyu dalğalara. Daha baxmıram arxama, geridə qoydum dünyanı, sizə bir şey gətirmədim, əlim boşdu, üzüm qara. Daha getmir qulağımdan bir gənc ananın harayı, nə olar dilə tutmayın, inanmıram arzulara. Nə olar, öyrədin mənə beləcə azad uçmağı. İndi qalxıb göy üzünə sizin tək gülmək istərəm. Bu dünyanın gerçəyində bacarmadım yaşamağı. Bir qağayı yuxusunda yaşayıb ölmək istərəm. Ədəbi yaddaş. Ədəbi yaddaş rubrikamızda studiyamızda qonaqlar var. Fərhad Metənin yaxın dostları, şair Rəbiqə Nazim qızı və Feyziyə Sultan Murad. Əzizlərim, xoş gəlmisiniz və bugünkü verilişimiz bildiyiniz kimi Fərhad Metəyə aiddir. Ədəbi yaddaş rubrikasında bugün gözəl şairimiz Fərhad Metə anılır. Və mən bilirəm ki, Fərid Hüseynin də bu kitabından biz təqdimatında olduq. Fərhad Metəyə həsr olmuş, onun doğum gününə həsr olmuş kitabda və mən o kitabı vərəqlədikcə, ələxüsus da sizin orada olan xatirələriniz mənə çox təsir etdi və mən istərdim ki, siz öz ən yaxın dostunuz haqqında birinci Rəbiqə xanımdan başlayaq, amma mən burada bir yazı oxudum. Deməli, elə bu kitabı da Fərid Hüseyn müsahibə götürür. Rəbiqə, sən də Fərhada üst tutmusan, hə? Hə, qismət yazıb ki, komandamızın ən yaxşı oyunçusunu itirdik. Hə, biz göstərəcəyik ki, Azərbaycanlılar komandada oynaya bilirlər. Düşünmürəm ki, sənin getməyin əlamətdir. Məncə bu sınaqdır. Sadəcə biz sənsiz ən yaxşı oyunçusuz oynamalı olacaq. Sənə qırmızı kart göstərdilər. Biz indi oyunu sənsiz davam etdirməliyik. Bir yerdə sənin üçün dua edirik. Sən də bizə uğur arzula göylərdən. Buna ehtiyacımız var, dostum. Rəbiqə, çox uzun illər keçib. Məni çox təsir etdi bu söz və bir komanda kimi gəlmişik ədəbiyyata. Bundan gözəl nə ola bilər və deyirsiniz ki, bundan sonra biz tək qalacağıq, sənsiz buna oyna və onu yaşada bildinizmi? Mən düşünürəm ki, istənilən adam hansısa mərhələdə qrup şəklində fəaliyyətə başlayır ədəbiyyatda. Amma sonra təbii ki, ədəbiyyat qrup, kollektiv hadisəsi deyil, fərdi hadisədir. Sadəcə olaraq indiyə qədər, bizə qədər və bizdən sonra da bu proses çox pərakəndə formada gedirdi və müxtəlif ədəbi insanların, ədəbi simaların bir-birlərinə münasibəti və ümumiyyətlə onların arasındakı münasibətlər o qədər də ürək açan deyildi. Biz çox təəssüf ki, ədəbiyyat adamlarının da, sənət adamlarının da arasında buna rast gəlirik. Amma bəli, yəni siz çox doğru qeyd elədiniz. Sanki say seçmə adamları seçmişdilər və bu adamlar bir-birlərinin yaradıcılıqlarına da, şəxsiyyətlərinə də hörmət edirdilər və o aparıcı koordinasiya nöqtələrindən biri də Fərhad idi.
Təbii ki, yəni o zaman hamımız gənc idik. Yəni qayğılar daha az idi. Sonra yəni ailə qayğıları, məişət qayğıları, işlər istər-istəməz insanları ayırır. Amma ümumiyyətlə götürəndə o komandanın bütün üzvlərinin bu dəqiqə bir-birinə münasibəti, istəyir yaradıcılığına olsun, istəyir insanlığına olsun, əvvəlki səviyyədə qalıb və bizi birləşdirən dəyərlərlə bir yerdə həm də o itkilərdir. Yəni Fərhadın itkisi də daxil olmaqla, Zərdüştün itkisi də, bu son zamanlarda bizim itirdiyimiz Güney xanımın itkisi də. Sadəcə olaraq Fərhad bunların içərisində mənim üçün ilk itkin idi. Ola bilər ki, məsələn, kimsə ondan qabaq daha dostunu itirmişdi. Mənim üçün ilk dost və ilk ədəbiyyatçı itkisi idi, bəli. Fərhad çox motivator idi. Yəni istənilən problemini ona çox rahat-rahat danışa bilirdin. Ən belə gəlirsən, fikirləşirsən ki, ay Allah, indi məsələn dəsmal çıxardıb ağlamalıyam. Fərhadla danışandan sonra elə bir yüngüllük hissi yaranırdı ki, çox sadə qəbul edirdi, çox rahat qəbul edirdi və düşünürdün ki, ilahi, burada nə var imiş ki, doğrudan da. Və Fərhad öz şeirləri ilə də sağaltmağı bacarırdı. Məsələn, onun şeirləri kimi xasiyyəti də xarakterində çox oxşayırdı şeirlərinə. O qədər sakit, həzin və yumşaq bir enerjisi var idi. Öz şeirlərini özü oxuyanda ümumiyyətlə möhtəşəm bir effekt alınırdı. Mən həmişə onu özünə deyirdim ki, sən şeirlərini oxuyanda mən elə bilirəm ki, başqa poeziya yoxdur. Amma bizim ilk tanışdığımız o vaxtı Feyziyənin, Fərhadın və İlhamın, bizim üç dostumuzun ki, sonradan bizim dostumuza çevrildilər, şeirlərini Kultazda təqdim eləmişdilər və mən düzünü deyim ki, o vaxta qədər mən çox egoist olduğumu bilmirdim. Və belə qəribə bir Kultazda Zahirin saytıdır və biz oradan gəlmişik, Nəsimə ədəb mükafatı, o başqa komandaydı, yəni o da komandaydı və o komandaya birdən-birə 3 nəfər adam gəlir və istər-istəməz ön yarğı ilə qarşılayırsan. Bunlara bax, bu oğlanın şəklinə bax, nətər də gülümsüyür, özündən razı, bu qıza bax. Yəni xoşuma gəlmədi. Səhv eləmirəmsə Sumqayıt ədəbi məclislərinə gəlir. Hətta az qalırdım, gedim Zahirə deyim ki, sən bu uşaqların şeirlərini niyə vermirsən? Sonra çox təsadüfən elə oldu ki, mən Severmsə Slavyan Universitetinin yaradıcılıq fakültəsinə dərslərdə iştirak edirdim. Mən ora müdavimə olmamışam. Amma dərslərin çoxsunda iştirak eləmişəm. Orada Fərhadla tanış olduq və bütün uşaqlar bir kənara qaldı. Fərhad həm ədəbi mənada, həm də dostluq mənasında mənim üçün birinciyə çevrildi. Yaşına görə çox müdrik idi. Çox hədsiz müdrik idi. Və eyni zamanda o yaşı hiss eləmirdin. Həm də, yəni müdrik adamın əslində bu xasiyyətidir də. O sən onun yaşını hiss eləmirsən. Səndən danışanda elə bilirsən ki, elə sən yaşdadır. Amma başqa bir adam gəlir, deyək ki, yaşlı adam gəlir, onun yaşına düşür. Hə, bu müdrikliyinin əlamətidir. Feyziyə, sən də Fərhadın ölümündən sonra İlham Çərkəzə məktub ünvanlamışdın. Nə yazmışdın o məktubda? Görəcəksən ki, daha heç nə əvvəlki kimi olmayacaq. Rüstəm Kəmal daha hanı Sumqayıt komandası deyib bizi soruşmayacaq. Yadındadırmı? Salam Sarvanın bizim üçümüzü ədəbi ictimaiyyətə təqdim etdiyi səni, məni və Fərhadı. Yadındadırmı ondan sonra Fərhadın həmişə fəxrlə biz üç başlı əjdəhayıq dediyi? O səni də, məni də həyatda küsməyə qoymazdı. Deyirdi, bir başlı əjdahanın marağı yoxdur. Yorulmadan gah səni, gah məni həvəsləndirirdi. Biz fərqli olacağıq, deyirdi. Feyziyə xanım, ağır da olsa, mən belə başa düşürəm ki, o sevgi bağı qırılmayanda, mən dünyadan köçən insanların çoxaldıqca bunu anladım. Sevgi bağı qırılmadıqda qırılmır və davam edir. Sadəcə sən tək onu monoloq kimi daxilində yaşaya-yaşaya həm də onu yaşadırsan. Sadəcə yük çoxalır. Mən belə başa düşürəm və istərdim ki, Feyziyə xanım da mənə çox maraqlıdır. Rəbiqə xanım danışdığı xatirədə siz gəlirsiniz. Deməli, ilk olaraq Rəbiqə xanımdan da öncə siz tanımısınız Fərhadı. İstərdim danışaq bu barədə. Çox sağ olun dəvətə görə və Fərhad üçün hazırladığınız bu verilişə görə xüsusi təşəkkür edirəm. Əslində həmin ərəfədə
bir neçə gün öncə mən anamı itirmişdim. Ondan sonra dostumuz dünyasını dəyişdi avtomobil qəzasında. Çox belə bu itkilərin sarsıntısını yaşamışdım deyə mənim üçün daha ağır olmuşdu bu və bir qədər mənə səhhətimə də biraz təsir etmişdi. Sonra bizim digər dostlarımızın itkisi. Sonra mən düşündüm ki, bir qədər saxlamaq lazımdır bunu. Sanki belə deyək də o kədər gətirər dedikləri məsələ yəqin ki, buymuş. Rəbiqə də bilir, 2 il bundan öncə biz daha bir dostumuzu Güneli itirdik və sanki elə bilir ki, baxın, bəzən olur ki, o muncuq olur, bir də onun soluda sapı olur. Yəni o sapı olan insanlar olur da, yəni belə deyək, sanki o Fərhad o sap idi. O sap qırıldı və sanki bir hər kəs düşdü də. Günelin də itkisi çox ağır oldu, çox sarsıdıcı oldu. Amma Fərhadla bağlı məsələ belə idi ki, gələ yol boyu fikirləşdim ki, bax mütləq pozitiv notlar üzərində olsun bu söhbətimiz. Mən Sumqayıtda Əli Kərim adına poeziya klubunda, orada Dəniz Ədəbi Birliyi vardı. Orada indi də hal-hazırda var. Orada o məclisə rəhbərlik elirdim. Və günlərin bir günü Fərhadla İlham gəldi. İkisi gəldi, oturduq, tanış olduq. Məclislərə gəlirlər, şeirlər oxuyurdular. Həmin ərəfədə də biraz mübahisələrimiz olurdu. Mən də gəncəm, onlar da gəncdir, başqa bizim gənc dostlarımız da var idi. Və günlərin bir günü dedilər ki, Bakı Slavyan Universitetində yaradıcılıq fakültəsi açılıb, ora müraciət eləyək. Getdik, yazıldıq və orada da bir xeyli gənclər var idi. Orada da yəni bizim indiki dostlarımız hamısı oradaydı. Dostlaşdıq, dedik, güldük. Fərhadın özəlliyi nədən ibarət idi? Yəni onun üçün birinci dost yox idi. O hamı ilə birinci dostuydu. Yəni olur məsələn ən yaxın dost, birinci dost. Yəni hər kəs onun üçün birinci idi. Kimi danışdırsanız, o deyəcək ki, məsələn Fərhad mənim dostumdur. Yəni belə özəl bu cür insanlar Allah tərəfindən seçilmiş olur. Onlar bir missiya ilə gəlirlər. Tutaq ki, elə bir anda elə bir söz deyə bilər ki sənə. Məsələn, mən Fərhadı həyatda tanımamışam, amma mənim də belə dostlarım var və elə bir anda elə bir sözü deyir ki, o söz həm ömürlük yaddaşında qalır, həm də sən onun ən yaxın dostun kimi qəbul edirsən. Və Fərhad yəqin ki, bu cürlə yanaşıb insanlara, ona görə hər kəs onu ən birinci dostu bilib. Sonra biz elə oldu ki, çox yaxşı bizə orada dərslər keçdilər. Biraz təbii ki, müəyyən bir o çərçivələrimiz var idi da, oradan biraz daha çox mütaliələr etdik, daha çox filmlərə baxdıq və Fərhad da daha yaxşı şeirlər yazmağa başladı. Elə mən özüm də. Yenə deyirəm, gələ-gələ düşünürdüm ki, bizim o digər dostlarımız, Zərdüş, sən digər o dostlar, bəlkə də bizim qarşımıza ona görə çıxdı ki, yəni biz bir-birimizin həyatına ona görə daxil olduq ki, biz bir-birimizi yaşada bilək. Təbii ki, o dostlar həmişə bizimlədir. Onların xatirələri heç vaxt yəni köhnəlmir. Həmişə deyirdi ki, mənə, sən istəyirəm ki, bir roman yazasan, bəlkə də orada oxumusunuz. O romanın adı olsun Sarı. Deyirdim ki, bu nəyə görə? Mən də o vaxt heç ümumiyyətlə nəsər filan hekayə bir-iki dənə yazmışdım, amma yəni heç mənə yaxın gəlmirdi. Sarı haqqında onu bilirdim ki, atası o bədxassəli şişdən dünyasını dəyişmişdi. Həmişə deyirdi ki, mən yuxuda həmin o xəstəliyin müalicəsini tapmışam və o dərman sarı rəngdədir. Və bir neçə müddətdən sonra dedi ki, mən istəyirəm, sən belə bir roman yazacaqsan. Adı olacaq Sarı. Mən də dedim ki, axı mən heç bilmirəm romanı necə yazırlar. Oxuyuram, amma oxumaqla yazmaq axı bir deyil. Bunun strukturu var, bunun dramatik quruluşu var. Dedi ki, yox, sən onu yazacaqsan, amma 40 yaşından sonra yazacaqsan. Və belə bir onun haqqında yazmışdım ki, belə bir şey həyatımın müxtəlif mərhələlərində ara-sıra yadıma düşürdü həyatımda baş verənləri. Ki, o bununla nə demək istəyir? Dünyasını dəyişəndən sonra bir dəfə metroya düşdüm. Yeni bir reklam lövhəsi vurublar və orada da yazılıb Sarı. Və mən də gəlmişəm. Düz onun qarşısında dayanmışam. Təsəvvür edirsiniz, yəni reklam lövhələrini hər yerə vurmurlar ki, bir yerə vururlar da. Və o mənim ara-sıra yadıma düşürdü və o həyat hekayələri orada insanın müxtəlif belə gülməli, ağlanmalı. Hər dəfə onları xatırlamağa çalışırdım ki, bəlkə bunların hansısa biri Sarıdır və Fərhadın qardaşı şəhid oldu 44 günlük Vətən müharibəsində. Və günlərin bir günü Fərhadın bacısı mənə zəng elədi. Müharibədən 2 gün sonra Türkiyədə yaşayır, orada ailəlidir. Mənə dedi ki, bəs qardaşım yoxdur. Yəni heç bir əlaqə qura bilmirik. Gəlirəm mən Bakıya. Dedim gəl bizə. Görək nə edirik. Çalışdıq ki, bacardığımız qədər, gedə bildiyimiz qədər axtaraq tapaq. Sonra mən günlərin bir günü dedim ki, bəlkə də elə Sarı budur. Amma məncə dostunuzun xətrinə o romanı yazın. Yetərincə mövzu var. Elə həmən o bacıdan yazın və Sarı da elə həmən o bacıdır. Mənə elə gəlir.
Fərhad doğrudan da sizin də deyirsiniz ki, böyütdü. Həqiqətən də məsələn mənim ilk itkim idi. Yəni nə mənada? Təbii ki, mənim babam rəhmətə getmişdi, nənəm rəhmətə getmişdi. Qonşuda kimsə, uzaq qohum, amma cavan yaşda və gözlənilmədən biz məsələn deyək ki, hər həftənin 6-cı günü nə olur olsun, saat danışmadan məsələn bilirdik ki, filan kafedə Fərhad olacaq, Rəbiqə gələcək, Səlim gələcək, deyək ki, İlham gələcək və bütün dostlar qismət gələcək. Bu heç kim danışmırdı ha bunu. Sadəcə ənənə kimi biz artıq bilirdik ki, 6-cı gün mütləq səhərdən axşama qədər hamı ora toplaşacaq. Bütün biraz gec, biraz tez, amma hamı orada olacaq. Biz 6-cı günlər belə görüşürdük. Və mənə bu informasiya gələndə mən əvvəl qəbul etmədim və fikirləşdim ki, necə yəni indi bu 6-cı gün gəlməyəcək. Deməli mən bu xəbəri necə aldım? Dostdan oturmuşuq. Rafiq Həşimov bizimlə bir yerdə idi. Mən onun üçün bir mətn yazırdım. Diktə edirdim, mən yığırdım. Səlim də oradaydı. Qəfildən deyəsən Feyziyə Səlimə zəng elədi. Mən bilmədim heç kimlə danışır. Mən gördüm ki, Səlim nəsə çox belə qəribə reaksiya verir. Amma mən yazımı yazıram. Səlim telefonu qoydu və Rafiqlə mənə dedi ki, bəs Fərhad dünyasını dəyişib. Bunlar dayandılar və nə bilim nəsə danışırlar. Mənə çatmır. Mən deyirəm ki, Rafiq müəllim, davam eləyək də. Və onlar mənə elə qəribə baxdılar ki, yəni mən Fərhadla daha yaxın idim, nəinki onlar da, həm yaş baxımından. Mən yazını davam eləyirəm. Rafiq müəllim birdən mənə baxdı, dedi ki, yaxşı Rəbiqə gedə bilərsən. Mən də Mədəniyyət Nazirliyində həmin vaxt işləyirdim. Mənə pilləkənləri qalxanda biraz çatdı və bir də gördüm ki, mən ağlayıram. Yəni qəribə bir şəkildə. Yəni Fərhad bu gün də mənim üçün ən ağır məqamlarda və ağırlı məqamlarda üst tutduğum, nə isə bölüşdüyüm, məsləhət istədiyim, amma təəssüf ki, cavab ala bilmədiyim bir adamdır. Biz dostlar həmin itkini bir yerdə olmasaydıq keçirdə bilməyəcəkdik. Biz o 40 günü demək olar ki, Fərhadın 40-ı çıxana qədər bəzən heç danışmırdıq, zəng eləyirdik, bir-birimizə su bağlayırdıq, yəni bu cür keçirdik. Allah imkan versin ki, biz onunla bağlı bəlkə də o əsəri yaza bilək. Mən çox istəyirəm ki, onun ruhu şad olsun, bu xatirələri eşitsin, şad olsun, balalarından sevinsin, şad olsun. Azərbaycan ədəbiyyatı xaricə çıxa bilsin, şad olsun. Bunun ən yaralı yerlərindən biri idi. Ona görə də biz onları yaşatmalıyıq. Çox sağ olun. Dəvətimi aldığınıza görə, gəldiyinizə görə, dostunuza qarşı olan bu sevginizə görə, böyüklüyünüzə görə mən sizə minnətdaram. Təşəkkür edirəm. Çox sağ olun. Bəli, bəlkə də yuxular bizə etkilərimizi bəxş edir. Biz onları doyunca bağrımıza basa bilirik. Sonra səhər olur, yuxunu unuduruq. Amma ruhumuz buna görə ayaqda qalır və solmur. Ruhunuzla diri qalın, əziz dinləyicilər. Əsl ədəbiyyatı oxumaqda davam edin. Əsl ədəbiyyat həm də insan sevgisidir. Verilişi sizin üçün hazırladılar. Mən Aysel Fikrət, rejissor Anar Məmmədov, səs operatoru Reyhanə Mirzəyeva.